yandı makaron. Yandı, koş. Yumurta çörek. Hüseyin müəllim buyurun. Milli yerimi almışam. Ən sevdiyim şey bu divanın başında oturub belə yemək yeməkdir. Stolda bu qədər mənə xoş gəlmir. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Burada artıq biz Hüseynlə birlikdə səhər yeməyimizi yemişik, sonra ortalığı yığışdırmışam, yerləri falan hamısını yığışdırdım. Evdə meyvə bitmişdi, ürəyim biraz meyvə istədi. Yoldaşım dedi ki, gedin meyvə yerindən alın, amma tərəvəzi almayın, sizə ağırlıq düşməsin. Biraz da Hüseyn dedi ki, marketdən də nə olar, zərərli şeylər alın. Dedim bayramda inşallah alaram, amma yolda xeyli getmişdi də. Gördüm, yadıma düşdü ki, makaron qalıb qazın üstündə. Allahım, yandı makaron. Yandı, koş. Koş, koş. Allah. Canım. Şükür Allah'a ki son anına çatmışdım. Biraz da gec geçsəydim yanacaqda, yanmadı. Nə yaxşı ki yolda ağlıma girdi. Buradan da dedim yoldaşımın kartından biraz pul çıxardım. Çünki onsuz da bugün bayramdır. Bu arada hər birinizin bayramını təbrik eləyirəm. Deməli biraz abur-cubur aldıq Hüseynlə. İndi Anabala gedirik, orada yaxşı meyvə. Yaxşı meyvə yeri var. Gedirik Anabala ikimiz ora. Orada özümüzə meyvə alaq. Biraz gəzək, sonra gedəcəyik evə. Güya sözdə biraz meyvə alacaqdım. Həqiqətən fərqində olmamışam. Hərəsindən biraz yığanda elə nə qədər olur. Onu bilirəm ki, yolda evə gəlincə belim qopdu. Hüseynin yaxşı ki bu skuturu var idi. Birazını Hüseynin skuturuna yüklədik. Qalanlarını isə mən gətirdim. Sonra deyirəm ki, yoldaşım zaten gedəcəkdi. Nə gərək var idi bunları almağa. Göyün gözəlliyinə baxın, nə qəşəngdir. Çox gözəldir. Günəş şüası necə düşüb belə arasından. Abur-cubur almışıq Hüseynə. Abur-cubur. Abur-cubur da Hüseyin düşdü mənə. Ay, bu mənimdir. Bunun rəyim necə istəyirsə. Cheetos. Mən cips yiyən deyiləm, amma canım çəkdi. Amma bu duzlu olanı xoşduram. Təkcə sadə duz. Bu da zərərli. Zərərli nə var almış? Bu da. Mənimdir. Bu da mənim ikinci roltam. Mənim ən sevdiyi şeydir. Bu abur-cuburları belə ayrı-ayrı qavlara heç vaxtda bir yerə yığmır. Birini götürüm. Yoldaşım da gəlməyinə az qalıb. Hər şey almışıq, yadımızdan çıxıb. Çörək almamışıq. Ona görə makaron ağlıma yaxşı gəldi. Makaron, üstünə də gələndə bu toyuq qızardıram. Toyuğu qoyuruq, olur əla. İndi həm birlikdə baxaq ki, o sumkalarda o daş ağırlığında nə var idi ki, elə ağır idi, həm də ki, birlikdə yerləşdirək. Bu roltonun balacasını əslində Hüseynə almışam, orada acıq verirdim ki, ikisi də mənimdir. Ağ gilas almışam biraz. Bu meyvədən nədir bunun adı? Yapon əzgili. Yapon əzgili Hüseyin nəsə çox xoşdur. Belə şeyləri yoldaşım olacaq. Mən 4 dənə aldım, çünki pomidor heç yox idi. Bunu da xoşduram. Bilmirəm bunun adı nədir. Bizlərdə buna yassı şaftalı deyirlər. Biraz bu şaftalıdan, yox, ərikdən aldım. Bu çox ucuz idi. 1 manat 50 qəpik idi. Çiyələk almışam. Biraz alça. Bir dənə alça da evin alça. Bu kadar bir neçə dənə meyvə almaq istəyirdim əslində. Amma yaz meyvələr elədir ki, adamın görəndə ürək istəyir. Yine bu cavallı sayılır bu. Deyəsən. Belə tuş meyvələri Hüseyin yiyir, mən yemirəm. Bu da cavallının baladasına oxşuyur. Amma bunu boşlayıram. Bu tüksüz şaftalıdır. Çox xoşum gəlir. Hüseyin şaftalının tüklü olanına baxa bilmir. Baxan kimi bədəni ürpənir, heç baxa bilmir. Bu əriydi. Bu əriyi də çox gözəl görünürdü. Ona görə aldım. Bu isə iri gilasıydı. Aldım biraz yuyum hərəsindən, qalanlarını qoyum soyuducuya. Çünki bir neçədən alacaqdım. Baxıram ki, çox almışam. İnanırsınız, ya mənim ağzımın dadı qalmayıb, ya da meyvələrin dadı qalmayıb. Bu qədər meyvədən, yəni dəhşət deyib bəyəndi. Elə bir meyvə olmadı. Meyvələrin dadı su dadı kimi gəlir, qəti şəkildə belə meyvə dadı kimi gəlmir. Biraz gilasa, biraz normal idi qırmızısı, amma ki o da çox dadlı değildi. Sadəcə hiss edirsən ki, belə əti var, amma ki dadı yox. Bu arada sizi ürəklə təbrik eləyə bilmədim. Hər birinizin Qurban Bayramını təbrik eləyirəm. Allah sizə uzun ömür nəsib eləsin. Amma uzun, bərəkətli, sağlam ömür nəsib eləsin və gözəl axirət
nəsib eləsin. Ən əsas da düşünürəm ki, budur. Mənim də bayramımı siz təbrik eləmək istəyirsinizsə, bilirsiniz ki, nə edəcəksiniz artıq. Videonu bir də bəyənmək, abunə olmaq və gözəl rəylərinizi bölüşməyi unutmayın məndən lütfən. Meyvələrin hərəsindən biraz yığdım ki, soyuducuya qoyaram çünki xarab olacaq. Qalanlarını isə stolun üstünə qoyum çünki stolun üstünə qoyanda yeyilir, yoxsa qalır. Soyuducuda heç kim yemir. Bu meyvələrə baxanda adam o qədər həm təəccüblənir, həm də o qədər şükür hissi gəlir ki, yəni baxırsan ki, hər bir cür, hər bir formada, hər bir rəngdə, hər bir çeşiddə meyvə var. Həqiqətən o qədər bolluqdur ki, yəni Allah bunların hamısını bizim üçün sırf biz yeyək deyə yaradıb. Həqiqətən də düşünəndə indi biz alışmışıq ki, meyvəni götürək, yeyək. Elə bil ki, belə də olmalıymış. Amma yəni çox gülməli gəlir bəzən dərindən düşünəndə, əsas da axşam yerinə girəndə fikirləşirəm. Elə bil ki, belə də olmalıymış. Necə ki, bəzən bizə anamız, valideynimiz davamlı olaraq nəsə bir yaxşılıq eləyəndə mən neçə dəfə fikir vermişəm ki, artıq sağ ol deməyi, yəni elə belə bir hal kimi hala gətiririk. Çünki elə bil ki, anamızın, atamızın borcuymuş kimi. Çünki artıq çox eləyir deyə bir adam çox eləyəndə elə bil ki, onun borcuymuş kimi qələmə veririk. Eləcə də bu Allahın bizə verdiyi bu meyvələri baxırsan ki, mən baxıram həqiqətən ki, bunların hərəsi bir rəngdə, hərəsi bir formada. Necə gözəl, görün necə gözəl görünürlər. Bunları artıq biz şükür eləmirik, nə də ki, elə bil ki, əstəğfurullah, kiminsə borcu var ki, bizim üçün belə meyvələr və yaxud nələrisə belə yetirsin. Ayda baxıram, axşam özümdə, mənim heç kimdən işim yoxdur həqiqətən, kimisə namaz qılmağı ilə, kimisə ibadət eləməklə, əslində işim olmalıdır, amma həqiqətən elə işim yoxdur, yəni deyim ki, bütün gün sizə dindən falan danışım. Zaten elə bir dövrə gəlmişik ki, dindən danışana bu dəqiqə cahil kimi baxırlar, çox gülməli bir şeydir. Əslində, məsələn, özləri cahildir, özləri yatıblar, hiss eləmirlər, amma kimsə dindən danışanda həmən adama cahil kimi baxırlar. Bir anlıq düşünəndə adam həqiqətən bədəni ürpənir. Bilirsən ki, bütün günü məsələn yeyirsən, içirsən, geyinirsən, işin gücün ancaq o, paltar, yemək, içmək, restoran və yaxud ancaq belə şeylər. Bunlar pisdir demirəm, ha, bunları mən də eləyirəm. Amma bütün günü işim gücün budur və sən Allahdan danışanda sənə gülməli gəlir və yaxud cahil kimi gəlir. İstəyirsən söhbətdə işmək, ona görə də kimisə yanında danışmaq olmur. Nəyə görə sən bilirsən ki, 5-10 gündən sonra ya bir ay sonra, ya bir neçə il sonra öləcəksən. Bunu niyə görə dərk eləmək istəmirsən? Bu arada bunu qaynanam üçün deyim. Qaynanam sifariş vermişdi. Özü də 46 razmer vermişdi. Qorxurdu ki, balaca olacaq. Bunu həm yoxlayıram, həm də sizə göstərirəm. Trend yoldan almışdı. Hə, sən bilirsən ki, öləcəksən. Biz bilirik ki, öləcək. Əvvəllər belə olurdu. Ölüm videolarından indi də eləyəm. Əslində qorxuram. Məsələn, ölüm görəndə qorxur adam. Əslində biz elə bilirik ki, biz yox olacağıq. Ona görə də bundan qorxuruq. Yox olmaqdan qorxuruq. Amma artıq bu sübut olunub ki, bizim bədənimiz enerjidən ibarətdir və enerji də heç bir zaman yox olmur. Sadəcə forma dəyişdirir. Və baxanda ki, məsəl üçün səbəb nəticəyə baxanda bu arada bunu da götürürəm. Yazmışam bir neçə də nə lazımdır. Gedirik marketə. Elə bir yerdə, elə bir mövzuya başladım ki, nə yarımçıq qoya bilirəm, nə də marketdəyəm artıq, amma eləyəcəm. Yəni, çünki Qurban bayramıdır, istəyərəm bu barədə danışım. Yəni, səbəb nəticəyə baxanda, məsələn, biz bir dənə tutalım ki, çaşka yaradılır, hə? Çaşka, fabrikdə çaşka düzəldilir. Onun səbəbi nədir? Çay içmək üçün. İndi hər bir şeyi özünüz misallar gətirin də beynimizə. Məsələn, deyə bilmərik ki, çaşka yaranıb, çünki çaşka yaransın deyə yaranıb. Elə deyə bilmərik, tamam belə ziddi olur da onun mənası. İndi bunu özümüzdən götürək də, deyək ki, insan yaradılıb ölmək üçün. Çox gülməlidir. Çünki o qədər əziyyət var ki burada. Təsəvvür eləyin ki, göyü bizim üçün tavan yaradır, yeri döşüyü, yağışından belə hər bir şey düşünüb, günəşi başımıza qoyub ki, meyvələr belə, nə tərvəzlər, heyvanlar, hər bir şey. Həyatda baxanda özünüz görürsünüz də nə qədər saymaq olur. Bütün hər bir şey bizə xidmət eləyir. Hər bir şey insana xidmət etmək üçün yaradılıb. Amma axırda insan ölsün, yox olsun deyə. Həqiqətən gülməlidir. Çünki adi mən bir əl işini düzəldəndə mən onu ata bilmirəm. Qıya bilmirəm onu atdığı, yəni atım. Necə Allah bu cür gözəl yaradıb, bu cür zövqlə bizi yaradıb sadəcə məhv eləmək üçün bu qədər öz dilimizdə deyib, bu qədər rasxod sadəcə bizim ölməyimiz üçündür. Yəni çox gülməlidir belə düşünməyimiz. Ona görə də biz əbədi olacağıq əslində, amma 5 dəqiqə bizim vaxtımız yoxdur ki, gedib biz 5 dəqiqə ibadət eləyək. Vallahi billahi bunu sizə görə demirəm. Mənim özüm üçün düşündüyüm şeylərdir. Bunu qətiyyən mən düşünməmişəm, qətiyyən planlaşdırmamışam ki, sizə danışım. Görün, mən bunu hər gecə nə qədər özümdə düşünüb yatıram ki, sənin hansısa video çəkəcəm deyə tələsik qıldığın namaz, arada bir anam deyirdi, namazı başıva vururlar, tələsik qılanı düz də deyir. Yəni, sırf namaz olsun deyə namaz qılmaq, halbuki sən öz, məsələn, yoldaşıva deyim adicə, tez tələsik səni çox istəyirəm falan demərsən ki, bunu deyəndə bir xoş
bu hava ilə deyərsən ki, gözəl aramla deyərsən ki, o da sənin orada nə dərəcədə hisslərin olduğunu hiss eləsin, səmimiliyin olduğunu hiss eləsin. Amma biz namazı belə məndən gedir. Mən namazı belə sizi demirəm. Yəni elə bir tələsik bir də görürsüz sözlərini deyirik ki, heç qəti şəkildə o namaz heç kimə lazım deyil. 5 dəqiqə həqiqətən vaxtımız olmur ki, oturub namaz qılaq. 5 dəqiqə ibadət eləyək. O oğlan deyir ya, Ayla xanım, elə xoşum gəlir ki, deyir ki, Allahın deyir bütün gündəmində sən varsan, bütün planında sən varsan. Səhərdə axşama qədər sənin üçün, yəni plan qurur, plan eləyir. Sən 3 quruşluq gündəmində Allah yoxdur, çox gülməlidir. Nəhayət ki, bu təriflənən bu adını da Asperox. Amma yoxlayacağam. Hüseyin dayan. Bunu yoxlayacağım. Bunu aldım. Bunu da orada göstərdim. İkisi bir yerdə hədiyyəli idi deyə aldım. Amma ümidim yoxdur nəsə bunun yaxşı olacağına. Bunu qohumda görmüşəm. Çox yaxşı saxlayır. İyi də çox yaxşıydı. Ona görə aldım. Hər şey yoxlayım deyəcəm. Kömək onda yox eləmə. Bunları verirəm apararsan. Slip aldım. Elə uşaqsın da özüm üstündə bir dənə bunu aldım. Çünki bu zərərsizdir deyə ona görə bunu aldım. Nə olub Ayşin? Bu da yoxlamaq üçün balaca boyun aldım. Görək necədir. 2 ədəd salfetka. Deməli bu çay, bu Azər çay gəlinimiz deyib yoxlayacağım. Bu çempionun. Bir də demişdi ki, nə olursa mı? Çayın bir anı. Bir dəqiqə gözləyim. Bir dənə də bu Berqa. Gəlinimiz bizdə çox çay içəndir. Ən yaxşı çaylar içməyə çalışandır. Dedi ki, bunun üçünü al, qarışdır. Çox qəşəng dadı olur. Mən də yoxlamamışam, amma yəni deyirəm ki, almışam da, siz də bilin. Bunun üçünü yoxlayacağam, görüm necə olur. Bunu mən artıq tərifləməkdən yorulmuşam. Həqiqətən bütün tanışlarıma tərifləmişəm. O qədər dadlıdır ki, bu Ankorun pendiri. Yəni əminliklə deyirəm ki, bu Ankorun pendirini alın. Çox xoşum gəlir. Gərək Ankor məndən işbirliyi eləsin ki, bu pendiri bu qədər mən tərifləyirəm. Çünki çox dadlıdır. Bir dənə mayonez almışam. Bir dənə bu şokoladı yoxlamaq istədim belə. Bu qaymaqlı şor. Yox, bir dənə də yağ. İndi nə salması mümkün deyil. Cheetos alıb ala. Ana bir at da bir qabaq qoyursan ana bir. Bu qabı üstündə les verirdilər. Bir dəfə almışdım. Düşəndə siz də alın, çox qəşəng olur. Ala. Konfet almışam. Bilmirəm amma dadları necədir. Amma bunun fasonu çox xoşum gəldi. Bunun qablaşdırılması çox şəkər görünür. Amma bilmirəm ki, dadı necədir, yoxlayacağam. Belə rəngidir. Mən apelsinli heç bir konfet yeyə bilmirəm, limonlu və apelsinli. Sadəcə bunu yoxlamaq üçün almışam, görüm necə olacaq. Mənim yediyim budur. Mən çox xoşum gəlir ki, çayı qəndlə içmək. Ona görə də bu mənimdir. Səskası və kalbasa. Makaron, mənim sevimli makaronlarım. Bunlar əslində endirimdə olanda 1 manat 49 qəpik olur. İstəyir Ayxan marketdə, istəyir elə Oba marketdə də 1 manat 49 qəpiyə idi. Amma indi 1 manat 90 qəpiyə aldım bunları. Söhbətim yarımçıq qaldı. Çünki niyə görə pis yerdə başladım söhbəti. Belə videolarda alış-verişdir, nəsə danışmaq zad lazım olur deyə söhbət yarımçıq qalacağını bilirdim. Nədənsə birdən-birə başladım. Bu arada bunu 1 manatlıq mağazadan almışam. Elə xoşuma gəldi ki, bu boşqablar. Məndə dərin boşqablar günlük olaraq istifadə elədiyim yox idi. Qonaq üçün olan var idi. Birini 1 manat 20 qəpiyə almışam. 6 ədəd 1 manatlıq mağazalarda yəqin ki olar. Çünki biz tərəfdə olanda var idi. Belə bir şey almışam. Bir də ki, boşqabların üstü üçün olan belə salfanlar ki var. İçində 100 ədəd olan. Bundan da aldım ki, istifadə eləyərəm. Çünki yarımçıq meyvə qalır, yarımçıq nəsə yemək qalır. Onu da üstünə boşqab eləyəndə çox boşqab çıxır deyə dedim bir dəfəlik bu salafandan olandan alım. Amma deyəsən balaca razmerini almışam. Bu çox da böyük boşqablara getmir. Bir də ki, belə bir şey almışam. Əslində mən belə xrustal kimi şeyləri xoşlamıram. Amma meyvə qoyandan sonra görmüşəm ki, çox yaxşı qalır. Bunun böyüyü, sonra orta razmeri məndə var idi. Balacasını görəndə də xoşum gəldi. Bu balacasının içərisində də nəsə balaca konfet olsun, ya balaca mürəbbə olsun qoymaq olar. İndi sizə əvvəl aldığım böyükləri də göstərəcəm. Bu tam orta razmerdir. Bu isə tam böyüyüdür. Ortalığa qoyanda içində rəngli bir şey olanda həqiqətən də qəşəng, zövqlü görünür və yaxud fikirləşirəm ki, Novruz bayramında
da içərisinə qoz fındıq filan da qoymaq olar və qab dəsmalı almışam 2 dənə. Çünki tez-tez çirklənir, zaten evdə lazım olur istifadə eləmək. Yüngül idi deyə bunu götürdüm. Artıq videomun bitməyinə baxıram ki, az qalıb. İndi səs yazıram, deyirəm ki, söhbətimi də burada yavaş-yavaş sonlandırım, yekunlaşdırım ki, maksimum dərəcədə çalışaq ki, həqiqətən yatmayaq. Çalışaq ki, namazımızı, ibadətimizi eləyək. Sonradan gec olmasın. Sonradan həqiqətən o video vardı, elə xoşum gəldi. Deyir ki, məni öldür, yenidən diril. Biraz müddət var, mən təzədən ibadət eləyim, amma o müddət bizə verilməyəcək. Əslində mən ən çox sizə görə yox, özüm üçün düşünürəm ki, məsələn video paylaşanda deyirəm bütün günü bunu elədim, onu elədim kimi videolar paylaşım. Ömür keçsin, axırda heç bir insana da bir faydam olmasın. Yəni öləndə də deyəcəklər ki, nə faydan oldu bütün günü. Bu arada bu pomidorları o qədər xoşum gəldi ki, o qədər gözəldilər. Tutalım deyəcəklər ki, bütün günü o pomidor gözəldir dedin, bütün günü tərəvəz gözəldir dedin. İnsanlara nə faydan oldu ki? Ona görə də mən videolarda çalışıram ki, az da olsa, heç olmayan faydalı bir şey danışım. Həm sizə faydalı danışdıqca özümdə nəsə araşdırım, o yöndə irəliləyim, yolum o yöndə olsun. Həm də ki, kimsə nəsə xırda bir şey də olsa, əgər faydalansa, həqiqətən bundan xoşbəxtlik nə ola bilər ki, mənim üçün? Bundan yaxşı nə ola bilər ki? Bir də ki, əsas odur ki, mən də sizdən çox şey öyrənirəm. Hansı ki, mən düşünürəm ki, biz bildiyimiz şeyin müəlliməsiyik, bilmədiyimiz şeyin şagirdiyi, yəni bildiyimiz şeyi danışmaqdan utanmamalıyıq. Bilmədiyimiz şeyi öyrənməkdən, bilmirəm deməkdən utanmamalıyıq. Çünki hər birimizin bir-birimizə öyrədəcək nəyələrisi var. İnsan hər bir şeyi özü bilə bilməz. O düşüncədə ola bilməz insan ki, olmamalıdır. Daha doğrusu ki, hər şeyi mən bilirəm və kimdənsə öyrənəcək bir şeyim yoxdur. Artıq burada istəyirəm video sonlandırım. Mən də gedim yatmağa. Gecəm bir aləmi olsa da saat artıq burada 11-ə işləyib, amma dedim ki, o qarıqdaldan yeməsəm yata bilmərəm. Ona görə də gecənin bir aləmində qarıqdalı da yedim. Ondan sonra artıq 11-ə qalmışdı, 11 idi bilmirəm, getdim yatmağa. Burada isə videonu sonlandırıram. Sağ olun, gələn videolarda görüşmək üzərə.